Cəlilabad rayon mərkəzi xəstəxanasının vəzifəli şəxsi barəsində cinayət işinin istintaqı başa çatıb. Müstəqil əz xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Könül Əliyeva Zakir qızı həmin xəstəxananın həkim məsləhət komissiyasının sədri vəzifəsində işləyərkən müxtəlif qanunsuzluqlara yol verib. Tibbi ərazi bölmələrini idarəetmə birliyindən daxil olmuş materiallara əsasən Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi onun barəsində cinayət işi açıb. İbtidai istintaq zamanı müəyyən olunub ki, Könül Əliyeva və onun köməkçisi İltizam Əzimov əlillik dərəcələrinin təyin olunması ilə bağlı saxta məlumatları elektron sistemə yerləşdirərək çoxsaylı vətəndaşlardan rüşvət qismində pul alıblar. Bununla da dövlət büdcəsinə maddi ziyan vurulub. Toplanmış sübutlara əsasən Könül Əliyevaya və İltizam Əzimova ittiham elan olunub və onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı ziyanın bir qismi ödənilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.